ümidvarıq ki, başlanan bu yol Kəpəzi iddialı komandalar sırasından çıxarıb və bu getdikcə daha da möhkəmlənəcək. İllər bir-birini əvəzləyib, bu stadionda çox şey dəyişib, adı, tribunaların rəngi və hətta sahibi olduğu komanda ilk olaraq tarixin yataşa çöküb, keçib və yeni bir komandanın sahibidir. Bir neçə şey dəyişməyib, məsələn 4-cü tribunanın yoxluğu. Amma bir də o dəyişməyib ki, təəssüf olsun ki, Azərbaycan çempionatında tez-tez gördüyümüz mənzərə tribuna dolu deyil. Bugün futbolçular Topaz Premyer Liqasının 3-cü turunda gözəl futbol sərgiləməyə çalışacaqlar və biz də bu maçı izləməkdə sizə yardımcı olmağa çalışacağıq və artıq heyətlər bizə təqdim olunur. Başlayaq Interin heyətindən. 1-2 dəyişikliyə var, dəyişiklərə detal olaraq gedərik. Qapıda Səlahət Ağayev 1 nömrə 3, Denis Silva Cruz 14, Zurab Xizanişvili 27-də, Adrian Skarlattaki 17-də, Abbas Hüseynov 24, Fuat Bayramov 15, Ruslan Abışov 22, İlkin Qırtımov 7, Mirsahib Abbasov 55, Ağabala Ramazanov və 11 nömrə futbolçu Rauf Əliyev baş məşqçi Zaur Svanadze oyunu idarə edir. Hakimlər Briqadasının rəhbəri ilə Ömər Paşayev, ona Vaqif Musayev, Cavanşir Yusifov, həmçinin əlavə köməkçi hakimlər İnqilab Məmmədov, Rəvən Həmzəzadə kömək eləyəcəklər. 4-cü hakim rəsmən belə gedir, Rahil Ramazanovdur. Və Kəpəzin heyəti ölçüm mən, buyurun. Kəpəzin heyəti qapıda Tadas Simaitis'dir. 5 Kərim Diniyev, 6 Ceyhun Cavadov, 9 Tural Qurbətov, 10 Darya Federico, 13 Şəhriyar Rəhimov, 18 komandanın kapitanı Tural Axundov, 19 Orxan Əliyev, 25 Şəhriyar Əliyev, 36 Renan Silva, 77 Sergio Costa və komandanın baş məşqçisi Şahin Diniyev. Hər iki komandanın heyətində dəyişiklikləri var, onu deyək ki, indi o dəyişikliklərə biz yeniden detallı olaraq varacağıq Röşəməmlə birgə, amma indi bir neçə saniyə sonra stadionda bir neçə gün əvvəl Zakatala futbol klubunun futbolçusu Nigeriyalı Michael Omanikanın vəfat elədiyini bilirsiniz və onun xatirəsinə yad etmək üçün bir dəqiqəlik sükut elan olunur. Ruhu şad olsun. Olan yüngül zədəsi olan və bununla əlaqədar olaraq 18-liyə düşməyən Nizami Hacıyevlə bağlıdır. Mirsahib Abbasov əvəzləyir və Ömər Paşayev start ilə Kəpəz oyuna başladı. Serginho topa iki toxunan futbolçulardan biridir. Sol cinaha Şəhriyar Rəhimova sakit başlayır. Kəpəz ilk iki turda cəmi bir xal toplayıb və qol vura bilməyib bu komanda. Bəli, pillələrə can atmaqdır. Olan heyətində dəyişikliklər var. Bu barədə mən danışaram. İndi Ağabala Ramazanov sürətlə qaçır. Yəni Şəhriyar Əliyevdən sürətli hesabına arlanmağa çalışır. Sonra ayağa uzaq güncə zərbə top qapının yanından keçdi. İlk təhlükəli vəziyyəti 4-cü dəqiqədə yenidən Ağabala Ramazanovun fəallığı ilə Inter yaratdı. İlk dəqiqələrdə də təxminən belə bir imkanı var idi, amma İkinci dəfədir ki, hücumu sol cinahdan çox təhlükəli alınır. Birinci dəfə o reydinin qarşısı kəsilmişdi, amma bu dəfə bu alınmadı və Ağabala Ramazanov hücumunu qapıya zərbə ilə də başa çatdırdı. Azacıq müdafiəçi onu qarşılayırdı. Əslində elə cinaha meyilləməkdən başqa çıxış yolu qalmadı. Oradan da ki, qapıya düşməyə çətin idi. Hansısa bir tapşırıq dəqiq icra olunmayanda məşqçi dərhal o narazılığını bildir. Rauf Əliyev topa yetişdi və indi kim qapıyacaq? Orada Tural Axundov hamıdan birincidir və Renanla birgə təhlükəni sovuşduracaq Kəpəz. Əgər Renan orada rəqibi allatmağa cəhd eləməzsə, yox, sadəcə topu meydançdan çıxardı. Gördüyüm müdafiənin arxasında bir dəfə artıq cəhd eləmişdi. Rauf Əliyev ora açılmamışdı, bu dəfə açıldı. Burada da bucaq iti idi. Zərbədən söhbət getirmir, ötürməyə isə heç kim yetişmədi. Amma epizodun yekununda Kəpəz futbolçuları soyuqqanlı davrandılar. Yəni diqqət çəkən futbolçudur. Bir də Mirsahib əks cənahdan. Rauf Əliyev saxladı topu uzaq küncə. Top yaxın küncə getdi, yaxın. Yəqin ki, o yerinə yetirəcək. Ya Ruslan, ya o Skarlattaki. Çəkməyə düşdü və gol! Yenə Inter standart vəziyyətdən və birbaşa cərimə zərbəsindən fərqlənir. Çox gözəl qola imza atdı. Dəşlərine baxaq. Yaxın aşağı küncə getdi top və Tadas Simaitis bu topa reaksiya versə də ona yetişə bilmiş. Niyə yetişə bilmədi? Çünki top canlı səddin dayandığı zonadan getdi. Ora qapıcı çata bilmir. Çata bilmiş. Və Rəhimov. Cəmi iki futbolçusu var idi. Sinə yoxsa əl etirazlar var Inter Arenada. Hətta Şahin Diniyevdə.
Az qalır meydana. Çox penalti göstərdi Ömər Paşayev. Xeyli Böyük ehtimalla düşünəndən köməkçisinin sonra. işarəsi ilə. Hə? Yəqin ki, Röşəmə? bəli, yəqin ki, bu sözsüz belədir. Və indi sarı vərəqə də göstərəcək. Penaltiyə səbəb olmuş futbolçuya, Xizyanəşviliyə. Bu da təkrar. Buradan bir şey demək çətindir. Tural Axundov. Qapıda Səlahiyyət Ağayev. Tural düşünür. Və 1-1. Və 1-1. Heç nə vəd eləməyən qarşılaşmada 2-3 dəqiqəyə 2 qol vuruldu. Tural Axundovun penaltisini bir daha izləyir. Allah'tı. Çox rahatca. Səlahiyyət Ağayev çox erkən getdi o küncə. Penaltidir bu da yəni bir şey. Demək çətindir əlbəttə. 1-1 hakim su fasiləsi verdiğinde futbolcular su içir. Mən xahiş edəcəm rejissorumuzdan, əlbəttə özü %100 düşünüb bir daha həmin o epizodun təkrarını bizə və tamaşaçılarımıza versin. Çünki önəmlidir. Bilmir, yalnız indi Ruslan Abuşoğlu oynuyor. Hava Ramazanov. Divar ötürməsi gözləməyə dəyər. Rauf Əliyevlər, məsələn Ramazanovun divar ötürməsi əllə toxunuş. Ömər Paşayevin əlləri yana, yəni heç nə yoxdur, davam edin deyə və İndi xətt hakiminin də orada yanında Qırtımov da hakimin qərarı dəyişmədi. öz komanda yoldaşının zərbəsindən sonra Burada Rauf Əliyev topu yaxşı buraxdı komanda yoldaşına. Özü də cərbə meydançasına gedir. Başla zərbə. Dəqiq olmadı. Çox yaxşı düşünülmüşdü. Başlamış və əla görmüşdü. Müdafiəçinin arxasından futbolçunu ya sadəcə başla çevirə bilmədi uzaq. Qərarsız qaldı bəlkə də sizin dediyinizi mən belə düşündüm. Qərarsız qaldı. Qapıya mı zərbə vurum? Yoxsa bəlkə orada komanda yoldaşı var. Ona mı topu endirim və o qərarsızlıq yekunda əlverişli vəziyyətin belə ucuz sonuclanmasına gətirib çıxardı. Sonra fasilə elan olunur milli komandanın oyundan. Kərimdin cərbə meydançasında çox təhlükəli epizod orada. Az qala Kəpəz hesabda önə keçəcəkdi. Tərəfində oldu, baxaq. Bəli, top qapıya geçsəydi heç nə kömək eləyə bilməyəcəkdi. Inter'a. Özdə ilk baxışda sanki başla endirilmişdi zərbə, amma burada ayaqla çox rahat. Ruslan Abuşovun nəzarətindən sadəcə topun altına girməmək lazım idi. Və Nicat Qurbanov oyunun 72-ci dəqiqəsində komanda yoldaşı Ceyhun Cavadov əvəzləyir. Kəpəzin o optimal 11-liyi, daha doğrusu bu mövsüm oynayan əsası 11-liyi yavaş-yavaş bərpa olmaqdadır. Eba hücum xəttində cinahda Nicat Qurbanov. Kəpəz komandasının heyətində ikinci Abuşov, Abbas Zeynov. 6 nömrəli oyuncu Ceyhun Cavadov. İndi komandaların start heyətində 17 nömrəli oyuncu Nicat Qurbanov. 6 Kəpəzdən və 8 Denizlidən 14 yerli futbolcu. 14 yerli futbolcu. Bilmirəm buradan neçə nəfər milli komandanın qarşıdakı düşərgəsinə dəvət alacaq, amma 5 nəfər olacaq. Əla ötürməyə Orxan Əliyev hakimə baxdı. Hesabı dəyişmə olar. Eba 2-1. 73-cü dəqiqə. Julien Eba bax kuru istəyir Şahindiniyev və onu da reallaşdırır. Gözlənilmədən paytaxta hesablarına köçür. Oyunun kənar vəziyyəti yoxdur. Orxan baxır hakimə, irəliləyir. Orada Deniz müdaxilə elədi, amma Xizanişvili köməyə gəlmişdi, amma necə deyirlər, qaş düzəldən yerdə, bəli, qaş düzəldən yerdə göz çıxardı və ötürməni əslində, bəli, Orxan elədi, əla. İndi su fasiləsindən olur. Bu arada Pərdiz Fərcad Azad da meydançaya daxil oldu. Rauf Əliyevin əvəzinə. Birinci də fərqlənmişdi bu qapıya. Tural Axundov yumuşaq tulladı, qapı çatı. Yumuşaq vurmuşdu. Zərbə yoxluğu texnika hesablanmış fırlatdığı top və orada top dirəklərin birləşdiyi nöqtədən qayıdır. Biraz da aşağı. Nicat çox yaxşı gördü Ebanı. Təhlükəli de Eba yerdə qaldı sadəcə. Standart vəziyyətlərdən vurub birbaşa qapıya. Samir Zərgərov. Başda Denizin zərbəsi və top qapıya yandan keçir. Çox təhlükəli epizod. Amma bu imkanı verməmək üçün Kəpəz nəyə üstünlük verir? Mümkün qədər oyunu meydanın interat hissəsindən keçirib orada oynamaq. Yaxşı ötürmə budur. Çox yaxşı ötürmə vermişdi Samir Zərgərov. Demişdi Inter'in daha bir şansı olacaq. Həmin o şanslardan biri standart vəziyyətdə. Bütün qüvvə ilə irəldədi. Bütün qüvvə ilə və qol! İnanılmaz!
ıslamamışım. Partnerler siyasında birinci pillə yüksəlir. Tadas Simaitis'i bu səhvi bağışlamayacaqlar yəqin ki. İnanılmaz bir səhv. Ruslan düşünmürəm ki, qapıya zərbə endirildi. Sadəcə sərt ötürmə verildi ki, orada bəlkə də havada kimsə müdaxilə eləsin, amma Tadas Simaitis yuxuladı. Baxırıq. O, Əlbəttə. quş tutuldu. Tək yumruğu ilə topu çıxartmaq istədi. Bildiğiniz bu qapçı üçün bağışlanmaz Bu səhvdir. qapçının qoludur. Yəni tamamilə başqa heç bir şeydən söhbət edə Qapçı bilmir. belə toplara heç vaxt tək yumruğu ilə getməməlidir. Kəpəz üçün əks hücum şansı. İcat yaxşı sıyrıldı. Qanataki də keçə bilər. Onu da keçir, amma Abbas sığortalayır komanda yoldaşını. Abbas Hüseynov o da sürətlidir və Ömər Paşayev bu hücumu və bu maçı bax burada dayandırır. Inter Kəpəz bir çox hadisələrin, maraqlı hadisələrin baş verdiyi, sürətin çox yüksək olmadığı, amma hər halda bu mövsümün ikinci ən məhsuldar, iki ən məhsuldar maçından biri qolları bir daha xatırlayacağıq, bir daha indi sizinlə birgə izləyəcəyik, amma deyərdim ki, xüsusilə ikincisi, iki paydalar maraqlı keçən qarşılaşma izlədik.